Herkese salam, kanalıma xoş gəlmisiniz. Günə ən sevdiyim qarşımla başlayıram. Kətan və çiya toxumu, arıqlamaq və həzm sistemini qaydaya salmaq istəyənlər üçün əsl möcüzədir. Yeri gəlmişkən gördüyünüz bu blenderi Temudan çox ucuz qiymətə sifariş etmişdim. Həm yuyulması çox rahatdır, həm də istifadəsi çox praktikdir. Mətbəxdə əlimin altında olması isə işimi asanlaşdırır. Bu qarışımı qərar vermişəm ki, 10 günlük içəcəm. Siz də mənimlə bir yerdə başlaya bilərsiniz. Yarısını özüm içdim, yarısını da Turala verdim. Tural içdi. Sizə bir etiraf etməliyəm. Bu aralar biraz diqqətsiz davrandım. Çəkim. Özümə söz vermişəm ki, bir həftəyə 5 kilo verməliyəm. Bu belə açıq vəziyyətdə heç işləmir, baxın. Öz işığı yanır, sonra mı işləmir. Belə bunu da suyun altında yuyacam. Bunu necə edəcəm, nələr yeyəcəm? Əgər bu sizə maraqlıdırsa, indidən kanalıma abunə olun və vloqlarımı izləməyə davam edin. Hər gün nə etdiyimi sizinlə burada səmimi şəkildə paylaşacağam. Görək 7 gündə mən 5 kilo çəkini verə biləcəm. Dadlıdır. Dünən kek otumuz bitmişdi. İndi Tural aldı. İçərisində dəmləmişdim, üstünə atdım amma. Bu qədər kek otu atıram mən. Ümumiyyətlə sevirəm də. Gözəl iyi gəlir. Da alıb Tural belə. Biz belə alırıq. Əvvəl başqa yerdən alırıq. İndi lap birinci aldığımız yerə qayıtdıq. Çünki orada belə təmizdir də, tozlu deyil. Yarpaqları elə biliyorsunuz. Gözəl iyi gəlir. Burada da misal. Oy, misayı da atırıq. Kek otu da. Hara gedirik? Bizim gezməyə getdiyimiz yerlər market. Aya gedəndən sonra Tevan qiyməti qalxar. Tacın hər şeyi var da, balı belə var. Fantası, kolası, hər şeyi var. Burada da var tac, 9 manata. Bəzi məhsullar qəşəkdir, hətta kofesi var. Tacın pesoqu, qəndi, belə qəndi. Hər şey var. Belə qəndi də var. Tacın kakosu. Neçədir o? 2.30. Yox, başqasının qiyməti. Böyle mərci götürmüşəm, labini götürmüşəm. Marketten bəzi şeyler aldıq. Turalına. Tural deyir, həmişə deyirsən ki, almışam. Almışam niyə deyirsən? Aldıq. Bu Milla. O mütləq olmalı səhərlər. O da çox qəşəng çeyniydi bu çeyni. Nə duzludur, nə şirin. Bunun qəşəng şokolad əridirsən, üstünə düzürsən. Elə dadlı olur. Gəl bir dəfə edeyim. Esen, bu da Esen'indir. Bu, oydu o. Bu Esen firması var ya. Bunun qəşəng konfetlər də var. Paket düşdü. Belə portağal aldıq. İstəyirəm ki, keks eləyəcəm o vlogların birində. Sonra mərciyə almışam. Uşaqlar xoşlayır, mərcisi bu. Biz də belə badımcan aldıq. Bu da elədi 1.29 indirimdəydi. Kilosu 1.79 aydı. Aldıq. Lobiya dəhşət bahadır. Ətdən də bahadır lobiya. Bu konfetlərdən almışıq. Belə. Aldım demirəm, almışıq deyirəm. Tacın konfetini aldıq, şöyle necədir? Bir də mənim bu xoşlayıram. Bir də mən yeyirəm bunu. Heç kim yemir. Bir də belə bir şey. Tacın ümumiyyətlə bəzi məhsulları çox qəşəngdir. Yerli istehsaldır. Azərbaycana aid olan istehsaldır. Kolası da var, fantası da var, kofesi də var. Hər şeyi var. Öz yerli məhsulumuz olduğuna görə dəstək olmaq lazımdır, almaq lazımdır. Bir də banan aldıq. Bu da endirimdəydi. Banan da elədi. Gəldi. Ümumi aldıqlarımız 14 manat tutdu. 14 manat 56 qəpik. Hə? O 500'ləri deməyək.
Çalışıram ki konfet alanda uşaqların sevmədiyi konfeti alım ki, süfrəyə qoyanda uzun müddət qalsın. Bizdə Nilay elə konfet yeyən deyil, Rahim dəhşətdir, dəhşət konfet yeyir. Kilo ilə qoysan, kilo ilə də bir günə yeyib bitirər. Bu yeni aldığım konfeti görün bəyənəcək. Əgər bunu da yesə almayacağam. Həftə sonu idi. İstəyirdim ki, uşaqlarla gedəm şəhərə, biraz gəzək, hardasa oturaq, yemək yeyək, mağazaya gedək. O da ki, hava dəhşət soyuq oldu. Ona görə də evdə qalmağı oldu. Mən də dedim ki, elə evdə işlərimi görüm, gördüyüm işləri vloqlayım. Əslində mən 6-cı gün vloq paylaşacaqdım, amma TikTokda istəmədiyim bir hadisə yaşadım. Başım ona qarışdı. Bugün istəyirəm mərci bişirəm. Bizdə uşaqlar xoşlayır. Tökülməsin. Bir stəkan mərcimək tökəcəm. Bunu suda saxlayacağım. Səhv eləmirəmsə, belə su tökdüm, saxlayacağım biraz suda. Bunun özünə gəlsin, bir də yuyacağım bunu. Görürsünüz, suya salan kimi belə suyu rəngi dəyişdi. Səhv eləmirəmsə, mərci elə də mədəyə xeyir olan bir yeməyi deyil, sup deyil. Ona görə mən də tez-tez hazırlamıram. Bizdə biraz Turanın problemləri var. Çalışıram ki, ona uyğun olsun bişirdiklərim. Sağ Mən bu boyda yağ atıram yeməyə. Ümumiyyətlə suplara çox az yağ atıram. Əslində çox adam fikir vermişəm ki, supa çox yağ atır, ancaq bunun suyunu içdiyimizə görə düşünürəm ki, yağı az olmağı yaxşı olar. Ona görə də mən həmişə suplara belə balaca kusok, elə çox vaxt olur ki, bundan da balaca bir kusok atıram. Çox yağlı eləmirəm. Deyəcəksiniz ki, deyirsən bir həftəyə 5 kilo verməliyəm. Buradan da başlayırsan adi yeməklər hazırlamağa, konfet, nə bilim, sup, mərci. Əslində mən həftənin birinci günündən başlayacağam. Növbəti vloqumda artıq görəcəksiniz ki, mən nələr yeyirəm. Buradan da bir həftəyə mütləq 5 kilonu verməliyəm. Bu bir həftə ərzində olmalıdır. Bir həftədən uzun müddət çəkməli deyil. Mən ümumiyyətlə xoşlamıram ki, həftələrlə diyetdə olum. Ac qalmayacağam, yeyəcəm, amma nələr yeyəcəm, çəki vermək üçün onu ayrıca birinci gündən başlayacağam və bunları da vloqda çəkəcəm sizin üçün. Əgər maraqlı olarsa, daha geniş göstərərəm. Maraqlıdırsa fikirlərinizi mütləq rəylərdə mənə yazın. Buradan sizdən bir xahişim olacaq. Əgər mənim kanalıma abunə olmamısınızsa, mütləq kanalıma abunə olun. Vloqlarımı yaxınlarınızla paylaşın. Vloqlarımı WhatsApp statuslarınızda da bölüşsəz, mənə köməklik etmiş olarsınız ki, çox adamın qarşısına çıxsın vloqlarım. Bu tomat çox qəşəng tomatdır. Nə qoxusu var, nə turşuluğu var.
Yəni ləzzətli tomatdır da. Bundan istifadə edib yoxlayarsınız. İranında deyəsən çox qəşəng tomatdır. Yəni mən bunu mən yemək arasında sulara tomat istifadə eləmirəm. Sadəcə olaraq makarona əsasən əti qovururam, tomat vururam, sonra da makaron tökürəm üstünə. Elə uşaqlar xoşlayır. Ona görə bu tomatdan istifadə edirəm. Çox ləzzətli tomatdır da, yəni dadı qəşəngdir. Bu qədər atacağım. Biraz da atım. Bu qədər də istifadə edirəm. Atım bəs edir məncə. Amma yəni deyim ki, həqiqətən çox qəşəng tomatdır da. İstifadə edənlər olur bu tomatda. Qamuruz yazır üstünə. Suyunu tökürəm. Başlayıram blenderdən keçirməyə. Elə qaynaya edəcəm. Kabelli edirik. Bir də nane qurusu var, səfrəm. Hazırdır. Limonumuz. Rahim, istəyirsən limon? Eləmişəm onu. Ha. Üçümüz yedik. Давай потереть. Давай. Hər gün evdə olduğuma görə elə də evdə çox işim yoxdur. Təbii ki, iş ən çox kuxnada olur, mətbəxdə olur. Mən də başlayıram buranı yığışdırmağa. Bir şey də sizinlə bölüşüm. Blenderi mən ayrıca shortsda paylaşacağım. Life hack çəkmişəm. Blenderin əslində bıçağını rahat şəkildə təmizləmək olan onu burada çəkirəm. Göstərməyəcəm. Shorts formasında paylaşacağım. Mütləq baxarsınız. Sonra başlayıram qablarımı yumağa. Hər qablarımı yuyanda da o peşmançılığım yadıma düşür. Mənə cehiz alanda atam dedi ki, gəl sənə qabı yan maşını alın. Mən də razı olmadım. İndi deyirəm ki, niyə razı olmadım? Gərək aldırardım. Çox vaxt mənə atam paltar yan maşında almamışdı. Çünki Tural evdə hər şeyi almışdı öz evlərində. Bizə də dedilər ki, heç nə almayın, evdə hər şey var. Ancaq mən mebellərimi falan belə almışdım. Bura köçəndən sonra getdik paltar yan maşını aldıq. Amma hər dəfə deyirəm ki, gərək atamın o sözündən razılaşardım. Atam mənə dedi ki, gəl sənə mən də qabı yan alım. Ona da mən razı olmadım. İndi də çox peşmanam. Bundan sonra heç istəsəm belə atam almaz. Ona görə də ümumiyyətlə gözləyirəm ki, evimizə köçək. İnşallah onu da alaq. Arada Tural dedi ki, gedək sənə qabı yan alım. Mən də razı olmadım ki, hər şeyin təzəsini öz evimizdə istifadə edərik, öz evimizə alarıq deyə gözləyirəm. Bir ara manyak kimi qab yumaqdan xoşum gəlirdi. Hara gedirdim dedim qabları özüm yuyacağam. İndi son vaxtlarda fikir verirəm ki, qab yuya bilmirəm. Qab yuyub bitirənə kimi darıxıram, ürəyim sıxılır. Bir dənə yuyub bitirsəydim, o mənə uzun uzadı 1 saat kimi gəlir. Niyə belə olur bilmirəm. Sizdə də belə şeylər olur. Bilmirəm nəyə görə elədir. Vlogun əvvəlində sizə demişdim ki, başıma TikTokda bəzi şeylər gəldi. Ona başım qarışdığına görə vlogumu da gec başladım çəkməyə. Onu istəyirəm sizinlə burada bölüşəm. Doğrudan da öncədən onu demək istəyirəm ki, YouTube platforması çox səviyyəli bir platformadır. Burada vlog paylaşan YouTuberlər, mənim kimi də xanımlar, doğrudan da evinin içində olanları sərbəst şəkildə, rahat şəkildə paylaşır və demək olar ki, onu izləyənlər də normal insanlardır, normal düşüncədə, sağlam düşüncədə olan insanlardır. Hələ bu günə kimi mən heç bir vloqumda heç bir mənfi bir fikrə, mənfi bir düşüncəyə rast gəlməmişəm. Haqlı olan hansı bir iradə bildiriblər, mən də izah etmişəm və yaxud da ki, baxmışam ki, düz deyiblər. Vəssalam. Ancaq TikTokda mən təzə bir səhifə açdım. Əslində mən TikTok işlətmək istəmirəm. Məlum səbəblərə görə. Sadəcə olaraq dostlarım, Tural özü də dedi ki, özünə bir TikTok aç, orada shortslarını paylaş. Mən də düşündüm ki, açaram, ancaq şərhləri bağlayaram. Mənə dedilər ki, şərhləri bağlasan, sənin səhifən gec qalxacaq. Hələ ki, şərhləri açıq saxla, paylaş ki, nəticə olsun. Mən də YouTube'da shortsda paylaşdığım 10 manatda tort hazırladım shortsun. Eyni videonu TikTokda paylaşdım. Və məni bir qrup tort ustası başladılar negativ fikirlər yazmağa. Heç mənim o
şortsda, videoda səsləndirmədiyim fikirləri mənə qarşı ittiham kimi irəli sürdülər. Mənə yazdılar ki, sən bizi aşağılayırsan, tort ustalarını tənqid edirsən, aşağılayırsan, bizi alçaldırsan, 10 manata nədir deyirsən ki, tort olar, bəs bizim əziyyətimiz su pulumuz, şampun pulumuz, qab pulumuz, işıq pulumuz. Mən eyni bu cümləni orada demişəm ki, 10 manata evdə tort hazırladım. Həqiqətən də evdə hazırladığım tortların görüntülərini paylaşdım. Bu cümləni işlədirəm ki, 40, 50, 60 manata aldığımız tortları cəmi 10 manata hazırladım. Bu sözüm böyüdü. Mən doğrudan da 50-yə, 40 manata, 60 manata tort almışam. Mənə dedilər ki, 10 manata tort olar, bəs bizim əziyyətimiz və orada səsləndirəm 50-60 manata tort. Dayı deyirlər ki, 50-60 manata bir kim tort satır? Biz 50-60 manata tort satırıq. Biz deyirsən onda qaz vurub qazan doldururuq. Onda biz milyonçu olarıq ki, deyə iki söz var, ikisində özləri yazdılar. Və bir də baxıram ki, hər gün eyni məni neqativ şeylər, fikirlər səsləndirirlər. Halbuki bir çoxunu izah edirəm ki, ay xanım, mən demirəm ki, 10 manata tortu bişirib satın. Deyirəm ki, evdə özüm üçün, uşağım üçün 10 manata hazırla. Tort ustalarından bir işim yoxdur. Demirəm ki, 10 manatlıq tortu 60 manata satırlar. Bu fikri də səsləndirməmişəm. Ha bunlara izah elədikcə bunların günü-gündən göbələk kimi sayı artırdı. Nəsə bunları boş verirdim ki, bəzilərinə cavab verə bilmirdim. Əllər də vardı, mənə yazıb doğrudan 10 manatlıq tortu. Nə gün də bəzəmsən, eybəcər sənin kimi bəzəmirik falan. Başlayırlar təhqirə keçməyə. Həm də ki, bunu yazanlar xanımlardı. Və bir neçə gün öncə mənə yaxın olan bir qızlardan biri mənə götürüb videolar atdılar ki, Səidə buna bax, sənin səsindən TikTokda video paylaşırlar. Götürüb Hindistan sokaq tortları olur, gülməyim də gəlir bu sözü deyəndə. Hindistan sokaq tortlarını götürüb paylaşırlar, altına da mənim həmin bu səsimi qoyublar. Həmin bu baxış, bu videoda səhifələrində çox baxış yığır. Hardasa 90 mini, 100 mini keçir. Görür, çox olur. İkinci biri yenə Hindistan sokağı olan bir tortun bəzi illər, yəni bilirsiniz necə bir gündə yenə altına o səslə paylaşır. Görür, axı baxış gətirir. Və bunlar bir də görürəm ki, sayı artır. O birisi deyir, mən də paylaşıram. Bu birisi deyir, mən də paylaşıram. Var deyir, qorumaq lazım, bəncə geyinirəm. Bu əlcək çox yaxşıdır. Bir dəfə istifadə elədin haqqında. O rezindən iyrənirəm, bu yaxşıdır. Mən də götürdüm bunu TikToka şikayət elədim və orada qeyd etdim ki, mənim səsimlə olan videonun heç birinin icazə verilmin səssizdir. Və TikTok onun bir neçəsini sildi. Amma mən dözmədim. Necə əsəbləşdimsə, 6 saat telefona baxmaq nə deməkdir? Başım xarab oldu. Götürdüm Turalın telefonundan həmin səhifədən onun nömrəsinə zəng etdim. Zəng edib deyəndə ki, filan keykin səhifəsidir. Deyir, bəli. Dedim, ay xanım, sizə kim icazə verir? TikTokda mənim səsimlə götürüb videonu paylaşırsan, lağa qoyursan. Sənə bu ixtiyarı kim veribdi? Razı başladı ki, mən peşmanam elədiyimdən, düz deyirsiniz, mənim səhvimdir. Dedim, mən bunu aparsam polisə versək, səni məhkəməyə versəm, sən orada özünü müdafiə edəcək bir cümlədə tapa bilməzsən. Mən orada sənin nə şəxsi və nə də tort ustalarına şamil olunacaq bir fikir bildirməmişəm. Mən evdə edə biləcəyim tortun qiymətini demişəm. Bundan sənə nə? Və bu nədir? Qrup kimi yaratmısan, hamı paylaşır. Sən paylaşmısan deyə. Bunu dərhal silməsən, mən şikayət yox, başladı üzrxahlıq eləməyə, üzr istəməyə və silməyə. Və bir də baxdım ki, o birisi səhifələrdə tort səhifələri başlayır silməyə. Və bir neçəsinə də yazdım mən. Onlar da sağ olsun, bəzi xanımlar sildilər. Demək ki, bu xanım qrup yaradıb, deyir mən sənin o sözünə qıcıq olmuşam, ona görə də belə paylaşmışam. Durduğu yerdə, ay xanım, mənim səndən nə işim var? Mən evimdə uşağıma özümə tort hazırlayıram. Bəyəm biz uşaq vaxtı analarımız bizə tort evdə hazırlamırdı. Yox, böyük bir şeydir. Siz də öyrənsiniz də evdə eləməyi, evdə oturub qazanırsan. Mən burada kimsə evində oturub çörək pulu qazanırsa, mən onu heç vaxt istəmərəm. Allah hamının ruzisini versin. Kim bu sən səhifəsən, tort səhifəsən. Sən niyə özünü açıq işlədirsən? Bu işlə məşğulsansa, sən niyə öz adıva xələl gətirirsən? Mən eləməzdim tənbəllik. Götürərdim sənin bir tort sakaz verərdim, gizlin bir müştəri kimi. Və bunu götürüb TikTokda paylaşardım ki, bu səhifə çox iyrənc tortlar paylaşır. İçində də bir neçə göz satardım. Eləməzdim bəyən bunu. Bu nədən düşüncəli idi? İndi şərh yazanlar, ümumiyyətlə kiməsə neqativ qoyanlar, yəni neqativ yanaşanlar sosial şəbəkələr elə bilirlər ki, onu tapmaq çətindir. Heç də çətin deyil. Adi bir telefonu götür kiməsə zəng elə, ya yaz və həmin o telefonu söndür, apar okeanın dibinə at. Söndürülü olan telefonu okeanın dibində olduğunu belə tapırlar. İndi texnologiya çox inkişaf edib. Cəmaət aya uçur. Siz elə bilirsiniz evinizdə oturanda, kiməsə mənfi şərh yazanda, təhqir eləyəndə sizi tapmaq olmayacaq. Bu nə düşüncədir? Hətta orada bir neçə xanım evdə uşağı üçün elədiyim çox gözəl idealı, heç hansı ki, heç bir tort səhifəsində o tortlar yoxdur. Evdə elə gözəl tortlar eləyib uşağına, o da paylaşır ki, mən də oğluma elədim. Bu yazır ki, mən də qızım üçün eləmişəm. Belə yanaşanlar da var. Demək ki, bu qrup imiş. Çünki mən bununla telefonla danışandan sonra o neqativ şərhlər dayandı. Tort ustalarının ümumiyyətlə qrupları olur. O qrupda başlayıbdı məni pisləməyə, deyib gəl bunun səsindən belə lağa qoyaq, TikTokda paylaşım eləyək, bunu linçləyək də öz aləmlərinə. Daha bilmirlər ki, mən hələ sənin yüngül variant elədim, sən sırası sildin. Mən hələ nələr eləyə başa düşdüm ki, bəziləri narahatdır ki, evdə xanımlar ümumiyyətlə tortu necə hazırlayırlar, onun sirləri bilməsinlər ki, bunların müştərisi azalar. Daha
Bilmirlər ki, ruzini verən Allahdır. Sən niyə narahat olursan ki? Niyə də kimsə evində özünə eləməsin? Həm də elə ustalar vallahi belə pis çıxmasın. Evdə 5 nəfərdirlər, 5 nəfərin də qiymətini üstünə qoyub baha qiymətə satırlar da orada. Elə ona görə də elə doğrusu evdə eləməkdir xanımlar. YouTube-uma dəstək niyyəti ilə TikTok işlədirəm. Ona görə də mən TikTokda bir müddətdən sonra şərhləri mütləq ki bağlayacağam. Qəşəng çay dəmləmişəm. Deməli pəncərəni açdım ki, evin havası dəyişsin. Bir də baxıram ki, səma nə gözəldir. Necə gözəl rəng olur. Baxın. Gün batır. Oradan da deyirlər ən gözəl rəssam Allah. Telefon o qədər də gözəl çəkmir. Bu evin gün batımı üçün, yəni bu evin kesimli gün batımı üçün darıxacam. Belə səmaya baxmağı mən sevirəm də. Gecə, gündüz xoşlayıram. Vlogumu yekunlaşdırıram. Kanalıma abunə olmağı unutmayın. Növbəti vloglarda görüşərik.